Xeyir olsun değerli yoldaşlar, salamlayıram hər birinizi. Bugün mən sizinlə 1 iyun 2025 tarixində keçirilmiş informatikadan qəbul suallarının izahını qeyd edəcəm, izahını bölüşəcəm daha doğrusu. Və qeyd edeyim ki, məndə olan variant A variantıdır. Vaxt itirmədən başlayaq suallarımızın izahına. Deməli 61-ci sual. Vəli, Piri, Samir və Kərimin soyadları. Deməli bizim əlimizdə var Vəli, Piri, deməli Samir və Kərim. Vəli, Piri, Samir və Kərim. Bunların soyadları deməli Vəkilov, Pənahov, Səlimov və Kamilovdur. Bunu bir dənə qəşəng cədvəl formasına biz salaq ki, verdiyi mülahizələrdən nəsə çıxardıqca plus minusumuzu qoyaq. Buradan, 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 buradan. Aha, indi başladıq. Deyir ki, Vəli və Səlimov imtahandan 5 alıblar. Deməli, Vəli və Səlimov imtahandan 5 alıblarsa, bu demək ki, Vəli hələ ki Səlimov deyil. Çünki Vəli və Səlimov deyir də ayrı-ayrı adamlardır. Bu getdi. Piri və Vəkilov imtahandan 3 alıblar. Piri və Vəkilov imtahandan 3 alıblarsa, Piri Vəkilov deyil. Həmçinin belə çıxır ki, bax Vəli Vəkilov da deyil. Çünki axı Vəli imtahandan 5 alıb, amma Vəkilov 3 alıb. Bu da getdi. Həmçinin bir Piri Səlimov da deyil. Çünki Piri imtahandan 3 alıb, Səlimov isə 5 alıb. Oldu mu? İki mülahizədən hələ ki yazdıq. Vəkilovun boyu Pənahovdan hündürdür. Yazıram. Vəkilovun boyu Pənahovdan hündürdür. Vəkilovun boyu Pənahovdan hündürdür. Aha. Kərimovun boyu Pənahovdan qısadır. İlk öncə belə çıxır ki, Kərimovun boyu Pənahovdan qısadırsa, Kərimov Pənahov deyil. Həmçinin digər tərəfdən Kərimovun boyu da Pənahovdan qısadsa, onda vəziyyət belə olacaq. Yəni təsəvvür edin ki, bunun boyu məsələn 10-dursa, yəni rəqəmlə göstərirəm. 10-dursa, 8-dirsə, bu da ondan kiçiksə, bu da 5-dirsə, deməli ardıcıllıq bu şəkildə olur. Vəkilov böyüdür Pənahov, böyüdür Kərimov. Onda belə çıxır ki, Kərimov Pənahov deyil, Vəkilov da deyil də. Çünki burada o böyüdür yazmışam axı. Deməli buradan Kərimə, Vəkilova da minusu qoyuruq. Avtomatik bizim Vəkilovumuz hop gəldi, Samir. Bunu buradan çıxartdıq. Bu getdi, bu getdi. Daha sonra nə qaldı bizim əlimizdə? Deyir ki, Samir və Pirinin boyları eynidir. Aha. İndi mən Samirin Vəkilov olduğunu tapmışamsa, bu da ən böyük boydur. Pirinin boyu da bununla eynidirsə, yoldaşlar, onda belə çıxır ki, belə çıxır ki, belə çıxır ki. Pirinin boyu da bununla eynidirsə, Piri, bir dəqiqə, Piri hanı? Piri Pənahov ola bilməz. Çünki ən böyüyüdür. Piri Pənahov ola bilməz. Baxın, deyir ki, Samirlə Pirinin boyları eynidir. Samiri biz Vəkilov tapmışıq. Vəkilovun boyu da ən böyük olanı idi axı. Yəni yazdığım hələ üçünün arasında Vəkilovun boyu, yəni Pənahovdan böyükdür. Vəkilov, yəni məsələn, Vəkilov Samir, Samirlə Pirinin eynidirsə boyları, deməli Samir Pənahov deyil də. Çünki Samirin boyu Pənahovun boyundan böyük. Daha doğrusu Piri Pənahov da deyil. Çünki görürsüz, bunların boyu Pənahovun boyundan böyükdür. Deməli Piridən Pənahov da çıxartdım. Piriyə qaldı Kamilov. Kamilovu da buradan minusladım. Pənahova da qaldı bu yoldaş. Vəli. Vəlidir bu nədir? Vəli. Bəli. Burası bir dəqiqə, bir dəqiqə, yox tələsdimi, bir dəqiqə. Mənim burada hələ bir dənə minusum da var deyəsən. Deməli, Kərimov. Hə, bunu buradan çıxlayanda, bunu buradan çıxlayanda. Nədir? Bir dənə plus bura qalır, bir dənə plus bura qalır. Vəsə. Yəni, belə çıxır ki, Samir Vəkilovdur. Sırayla gedək də. Vəli Pənahovdur. Piri Kamilovdur. Samir Vəkilovdur. Kərim də Səlimovdur. İndi baxaq variantlara. Samirin boyu Kərimdən qısadır. Samirin boyu Kərimdən qısa olmaz. Axı Samir Vəkilovdur. O da zaten hündürdür. Bu getdi. Kərimovdan hündürdür. Vəlinin soyadı Pənahov deyil. Vəlini gördüyünüz kimi Pənahov almışıq. Bu da getdi. Səlimovun boyu Piridən hündürdür. Səlimovu biz kim tapmışıq? Səlimovun boyu Kərimdir. Piridən hündür olan bilməz. Piri ən hündür olandan eyni boydadır. Bu da getdi. Kərim imtahandan 5 almayıb. Kərim Səlimov çıxıb. Səlimov da imtahandan 5 almışdı. Bu da getdi. Pirinin soyadı Kamilovdur. Bəli, bu artıq gördüyünüz kimi düppədüz ortalıqdadır. Yəni birinci sualımızın, deməli burada da qeyd eləyək ki, deyək ki, bu dəqiqə sizə əsas izah yox, cavab lazımdır. Birinci sualımızın doğru cavabı Y variantı. Gəldik növbəti 62-ci suala yoldaşlar. Biraz yaxınlaşdıraq ki, daha aydın olsun sizlər üçün və həmçinin mənim üçün.
E, deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, A bərabərdir F, B bərabərdir F A. Yəni, mən B bərabərdir F5-i hesablamalıyam. Gəlirəm F6 proqramına. Fm, yəni F5-i hesablayan zaman M dəyişəninin yerinə durur 5. Deməli, birinci addımda, gəlin buradan yazaq, yerləşdirə bilək. F5. Deməli, M bərabərdir M vurulsun. M-ə 5 durdu axı. Yəni, 5 vurulsun. 2 vurulsun G-yim. Yəni 2 vurulsun G5. İndi nə baş verdi? Mən G5-dən asılı qaldım. Gəlirəm bu dəfə bunu da qırmızı ilə yazacağım, qarışmasın. Yəni GF proqramına aşağıdakına müraciət edirəm. GF5 əgər GK-ya bərabərdirsə, K dəyişəninin qiyməti 5-dir. Və K bərabərdir. K vur 4. Yəni 5 vur 4, 24, 20 və return K. K-nın 20 qiyməti bura qaydanda bu bərabər olur. Deməli 5 vurulsun, 2 vurulsun 20. Deməli 5 vur 2 10, 10 vur 20 200. Deməli M dəyişənimizin yeni qiyməti artıq oldu 200. Yenə maviləyək. Deməli, sonra M bərabərdir. Bax, buradan M-i tapdıq. M bərabərdir CM, yəni artıq C200 plus 10 yazacağım. Yenə bir dəfə də gəlirəm C200-ü. G-ləri qırmızı ilə yazacağım ki, qarışdırmayın. Gəlirəm G200, 200 tapmağa. Yəni K-nın yerinə burada 200 durur. K bərabərdir K vur 4. Yəni 200 vur 4. Bu da eləyəcək 800. Burada 800 qaydanda. Deməli, bu da bərabər olur. G200-ü 800 aldım. 800 deməli plus 10 bu da olacaq 810. 810. Buna yazıb 810 üstə gəl 200 yazıb. 810 üstə gəl 200 ardını alıb. Hə, ümumi axırda. Düz alıb, bəli. Deməli, baxın, M dəyişənimizin qiymətini 200 almışdıq. N dəyişənimizin qiymətini də 810 aldıq. Və bizdə nə yazılıb? Ən axırda görürsünüz də, return əsas qiymət qaytaran bizdə return'dür. Return M plus 10, M plus N. Yəni 800, 200 plus 810. Bu da eləyəcək 1010. Deməli, doğru cavabımız 1010'dur. Yəni Y variantı. Hər kim yazıbsa doğru yazıb. Gəldik 63-cü suala. Aşağıdakı HTML kod fraqmenti web brauzerdə necə əks olunacaq? Baxaq, bunu ən yaxşı variantlarla seçməkdir. Ona görə variantlara baxaq bir-bir. Deməli, fən və müəllim TH-ın içərisində. Deməli, bunlar avtomatik olaraq TH dəqiqində yazılanlar avtomatik olaraq qalın və mərkəzə düzlənir. Deməli, fən və müəllim qalın və mərkəzə düzlənmiş şəkildə olmalıdır və fənin altdan xətt müəllim isə mailli olmalıdır. Baxaq, fənin altdan xətt müəllim mailli. Burada müəllimin də altda xətt var. C variantı bəli, buradan getdi. Fən altdan xətt qalın mailli, müəllim mailli. Bir də A variantında da fənin altdan xətti yoxdur. Bu da getdi. Bir də Y-yə də baxaq. Fən altdan xətt müəllim qalın, hələ ki qaldı digər variantlar. İndi gəldim ikinci, deməli, sətrin birinci xanasında qalın riyaziyyat, təranə müəllim mailli. Deməli, bircə saniyə. Riyaziyyat qalın olmalı, təranə müəllim mailli olmalıdır. Riyaziyyat qalın, təranə müəllim mailli. Hələ burada bir problem yoxdur. Həmçinin bu variantda riyaziyyat qalın, təranə müəllim mailli. Hələ ki, heç problem yoxdur. O birisində də deməli, ingilis dili qalın, Lalə müəllim altdan xətt. İngilis dili qalın, Lalə müəllim altdan xətt. Burada Lalə müəllimin altda xətti yoxdur. Bu da getdi. Bir də Y-yə də baxaq. İngilis dili qalın, Lalə müəllim altdan xətt. Bir dəqiqə, bu ikisinin arasında bəs fərq nədir? Y ilə B eyni kimi görünür axı mənim hal-hazırda. Deməli, ingilis dili qalın. A üzr istəyirəm. B variantında ingilis dili qalın deyil. İngilis dili qalın olmalıdır. Lalə müəllim altdan xətt. İngilis dili deməli qalın, Lalə müəllim altdan xətt. Doğru cavabımız olur Y variantı. Gəlin belə eləyək. 61 Y variantları yanına yazaq. Deməli 62-yə aldıq Y variantı. Hamısına Y verə bilər. 63 aldıq Y variantı. 63 aldıq Y variantı. Gəldik 64-cü suala. Deməli 246 7 ədədini 8-lik say sistemində. Birinci ilk öncə deməli 10-luq say sisteminə keçmək lazımdır. Çünki burada birbaşa artıq bizim keçid qaydamız yoxdur. 7 üstə 0 1, 7 üstə 1 7, 7 üstə 2 49. Deməli 2 vur 49 bir də açıq yazmıram yoldaşlar. Qaydanı bilirsiniz. 98 üstə gəl 4 vur 7 28 üstə gəl 6. 98 28 126 o da 632. Bu bizdə elədi 132 harda? Hələ onluqda.
Mən onluq sayı sisteminə çevirmişəm. İndi 132-ni onluqdan da çevirməliyəm 8-lik sayı sisteminə. Deməli 132-nin içində 8, orada bir dəfə, orada da 16 dəfə. Aydın məsələdir. 16 vur 8, 120. Oy, bircə saniyə. Niyə belə elədim? 128. Qırmızıya keçdi, ev yox. Deməli 132, 128 burada bizim qaldı 4-ümüz. 16 bir də 8-ə bölünür. 2 dəfə 2 vur 8, 16, 0. Sağdan sola yazırıq 204. Deməli doğru cavabımız olacaq C variantı. Deməli 65-ci sualda şəkil 1-də təsvir olunmuş qrafın qonşuluq matrisində birlərin sayı x-dir. Deməli burada ilk öncə şəkil 1-də birlərin sayını tapaq. Deməli 1, 2, 3, 4, 5, 6. 6 dənə təpədən ikili til çıxır. Yəni 6 vur 2, 12 dənə 1 burada var. Bu 2 dənəsin arasından 3 dənə çıxır. Yəni 2, 3 dənə də 1 orada var, 6. Deməli birinci şəkildə birlərin sayı 18-dir. Sonra deyir, bunu şəkildəki 2-dəki kimi qraflara ayırdıqdan sonra alınmış iki qrafın qonşuluq matrisindəki birlərin sayını, birlərin sayı y, x çıxı y. Okey, burada birlərin sayını tapsaq, burada heç nə 1, 2, 3, 4, 1, 2, 3, 4. Deməli, burada 4 dənədir, hərəsindən 2 dənə çıxır, hərəsindən 2 çıxır, 8. Burada da 4 dənədir, hərəsindən 2 dənə çıxır, bu da 8. 8, 8, 16. Deməli, burada da var 16. 18 çıxı 16, 2. Bəli, doğru cavabımız olacaq C variantı. Gəldik 66. Deyir ki, brauzerdə əks olunarkən nömrələnmiş siyahının birinci elementi hansı olar? Nömrələnmiş siyahı order edilisidir və birinci element də birinciliyidir. Siçan olacaq. Yəni doğru cavabımız Bakı variantı. 67-ci sual Excel sualıdır. Zaten gözlənilən idi bu şəkildə bir sualın gəlməyi. Bir dənə görə elektron cədvəl fraqmentində B2 xanasına hansı ədəd yazılmalıdır? Bəli, bura bir x atırıq. Ki D1 xanasındakı düstur D2 və D3 xanalarına köçürdükdən sonra okey. Deməli, birinci D1 xanasına yazılan düsturu bura yazaq. Orada nəsə qarışıq uşaq üzərində işləyib. 1 üstə gəl, deməli A1 üstə gəl C2, deməli bölünsün 100. Biz bunu əgər hesablayası olsaq, bu nədir? B1-dir. Deməli B1 B1 bir dənə bunu hesab əslində sürüşdə sonra hesablayaraq. Bura sürüşdürəndə olacaq B2 vurulsun 1 plus orada mütləq zəd yoxdur da A2 üstə gəl C3 deməli bölünsün 100. Həmçinin bura sürüşdürən zaman da olacaq B3 vurulsun 1 plus A3 plus C4 deməli bölünsün 100. İndi birincini hesablasaq, B1 vurulsun, B1'imiz 30'dur. 30 vurulsun mötərizədə. 1 plus A1 üstə gəl C2. A1'imiz deməli 30'dur, C2'miz 50'dir. C2'miz 50. 30 üstə gəl 50 bölünsün 100. 30 üstə gəl 50 düz dedik də, hə? 30 üstə gəl A1 üstə gəl C2 bəli. Deməli 30 üstə gəl 50 bizdə eləyir 80. 80-i 100-ə böləndə 0.8. 1-in üstə 0.8 gəlib 1.8. Burada da alınır deməli 30 vurulsun 1.8. Bu da eləyir 54. Bəli, düz hesablayıb. Deməli bu oldu 54. Bunu hesablasaq, burada B2 xanası var. Burada bir dənə yazmalıyıq. X vurulsun. Deməli, olacaq 1 üstə gəl. Mötərizədə A2 plus C3. A2'miz 10'dur. Deməli, 10 üstə gəl. C3'ümüz də 10'dur. Bölünsün 100. Deməli, 10 üstə gəl 10, 20. 20'yi 100'ə böldün 0.2. 1 burada var. 1 0.2, 1.2. Burada alınır. Deməli, 1.2x. Bunu da düz yazıb. Deməli, burada da B3 vurulsun. B3, yəni 15 vurulsun. 1 üstə gəl, A3 üstə gəl, C4. A3 40'dır. Deməli, C4 20'dir. Bölünsün 100. 40 üstə gəl 20, 60, 0.6, 1.6 qalır onda bizim əlimizdə. 15 vurulsun, 1.6 da 22 bir dəqiqə düz hesabladıq mı? 40, 20, 60, 60'ı 100'ə böldü. 0.6, 1.6, bəli. 15 vurulsun 1.6 da bizdə eləyəcək 24. Deməli, mənim aldığım qiymətlər bunlar oldu. 54, 1.2x və burada da 24. İndi burada deməli 45, 20, 35'dirsə, deməli birinci bizim 45 faizimizdir. İkinci bizim 35 faizimiz. Deməli bir dənə yazıram ki, əgər 54'üm 45 faizdirsə, o zaman 1.2x'im
35%. Buradan bir dəqiqə çıxarmaq olarmı? 1 onda 2 x vurulsun 45. Deməli bölünsün 54 vurulsun 35. Buradan 45 ilə 35-i 5-ə ixtisar eləsək, 45 gedir qalır 9, 35 gedir qalır 7. Buradan deməli 54 ilə 9 da ixtisar gedir. 54 ilə 9 ixtisar gedir. Aşağıda qalır 6. Deməli 1 onda 2x yuxarıda heç nə qalmadı. Bərabərdir. Əslində bir dəqiqə. 1 onda 2x bir dəqiqə mən burada nəyi səhv elədim ki, ala bilmədim. 1 onda 2x bərabərdir. Aşağıda nə qaldı? 40, 42 qaldı, eləmi? 42 qaldı. Hə də 1 onda 2x bərabərdirsə 42-yə, düzdür, yox, problem yoxdur. X də bərabərdir, deməli 42 bölünsün 1 onda 2. Bu da bizdə olacaq 35. Deməli x onsuz da B2 demişdik, onu da aldıq. 35-ni alıb 35 doğrudur C variantı. Gəldik növbəti 68-ci suala. Yenə biraz yaxınlaşdıraq. HTML-ə görə biraz uzaqlaşdırmışdım. Deməli, elektron cədvəl fraqmenti ilə bağlı bu fikirlər verilibsə, nədir? Doğruları müəyyən edin, deyir. Deməli, B5, F6 diapazyonunda 10 dənə xana var. Deməli, burada biz sütunların sayını tapsaq, ardıcıllıq belə deyilmi? A, B, C, D, Y, F. B, C, D, Y, F. Yəni 5 dənə burada bizim sütunumuz var. 6 çıx 1, 5, 1. 1 üstə gəl 1, 2. 2 dənə də sətrimiz var. 5 vur 2, 10, 10 dənə xana var. Yəni 1 doğrudur bizdə. Sam düsturunun əksinə ədədlərin qiymətləri. Sam A2 və C5 xanalarındakı yanlışdır. A2 və C5 diapazyonundakı ədədlərin cəmini hesablayır. 2 getdi. Bu mütləq isnaddır. Heç vaxt demişik dollar sonunda gəlməz. Bu belə olsaydı doğru olardı. Dollar A, dollar 3 şəklində 3 də getdi. Bu diapazyonda 4 sətir var. Sətirləri tapanda rəqəmləri sayırsınız və yaxud da sonrakından əvvəlkini çıxıb üstə 1 gəlirsiniz. 5 çıx 2, 1 üstə gəl. 5 çıx 2, 3 üstə gəl 1, 4. 4 də düzdür. Burada 4 sütun var. A, B, C, D, Y. Burada deməli 5 dənə sütun var. Deməli yalnız 1 və 4 doğrudur. Yəni A variantı olur. Deməli Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan bu daxil edilərsə proqramın nəticəsini müəyyən edin. Baxaq görə nə baş verir? 5682 deyir daxil edilərsə. Deməli, ədədin rəqəmləri bir-bir çıxarılır. Bu quruluş ədədin rəqəmlərini bir-bir çıxarmaqdır və n hər dəfə artır. Bu ədədin rəqəmlərini sayır. Deməli, bu dövr bitəndə bizim enimiz olacaq 4. Daha sonra heç nə bir dənə çıxıb aşağıda hesablayaq. K bərabərdir K plus, yəni ilkin K da görürsünüz X-in ilkin qiymətinə bərabərdir. Yəni 5682 plus 1 vurulsun 10 üstü n, 10 üstü 4. Həmişə birinci Pythonda qüvvət üstü yerinə yetirilir. Bilirsiniz, bunu unutmayın. Bax, orada ardıcıllıqla eləsə səhv olacaq. Burada olur deməli 10.000, 5682 var bizim əlimizdə. Bunun üzərinə 10.000 gələcək. 15.682 eləyir. 15.682. Və bir də K bərabərdir. K vur 10 plus 1. Yəni axırına da bir dənə 1 düşəcək. 156.821 olacaq bizim cavabımız. Yəni B variantı tamamilə doğrudur. Gəldik 70-ci suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. İflər, eliflər. Baxaq, deməli, birinci ifin elsi budur. İlk öncə bilin. Yəni, bu if ödənməsə bu elsə düşəcək, ödənsə içəri düşəcək. Baxaq görək, birinci if ödənirmi? Ödənir. Ona görə bəri başdan bu elsi atın ki, sonra sizi bu çaşdırmasın. Deməli, 24% üst bərabərdirmi sıfıra? Bəli. Burada deməli, s bərabər olur 1-ə və o birisi ifə düşürük. 24% 4 6-ya bərabərdirmi? Xeyr. 24-ü 4-ə böləndə deməli, bir dəqiqə, s-in qiymətini yazdıqda, 24-ə 4-ə böləndə qalıqda 0 qalır. Yəni, bu sizi çaşdırması. Bu if ödənməzsə artıq mən içəri girə bilmirəm. Deməli, elifə düşməliyəm. Elifdə deyir ki, s faiz 8 sıfıra 24 8-ə bölünürmü? Bəli. O zaman s-in üstə bir də 4 gəlir. 1 üstə gəl 4, 5. Bu elif ödənibsə, bu else-də də mənim işim yoxdur. Və ən sonda deməli, s bərabərdir. S plus m-i icra eləməliyəm. Yəni, 5 üstə gəl 24. Bu da olacaq. 29 doğru cavabımız C variantı olur 70-ci sualda. 71, bundan da dəfələrlə işləmiş. Deməli, burada biz daha rahat necə tapa bilərik? 3-ü bir dənə mötərizə xaricinə çıxarsaq.
Deməli, mənfi x üstəgəl x kvadratı bərabərsə 168-ə. 3 vur mənfi x mənfi. Okey. Deməli, buradan da 168-i götürək 3-ə bölək, düşsün 56. Deməli, x kvadratı çıxılsın x bizə 56 verməlidir. Təbii ki, bu nəyə oxşuyur? 64-ə oxşuyur da, yəqin ki. 8-in kvadratı bizdə eləyir 64. 64-dən də 8-in özünü çıxanda qalır 56. Yəni, x-in başlanğıc qiyməti 8-dir. Yəni, Bakı variantı. Bu alıb 1. Gəlin görək 1-də ödənir mi? 1-də ödənənməz axı. Bax, bu 1 olsa, 3 olsa, mənfi 3 üstə gəl 1 vur 3. Mənfi 3 üstə gəl 3 0 olur. Burada da o şey A vur S, A'nı 1 qoymuş olsa 1 vur 0 0 0 3'e bölündü 0 olardı. Yəni doğru cavabımız Bakı variantı. Deməli, gəldik 72-ci suala. Aşağıdakı proqramın deməli, nəticəsində hansı ifadənin qiyməti hesablanar? Burada ən yaxşısı variantlarla işləməkdir. Və həmişə deyirdim ki, bir dənə dövr eləyin, uzağı 2 dənə dövr eləyəndə cavabı görəcəksiniz. İlkin başlanğıc qiyməti 1-dir. Bax, birinci dövr. Deyir ki, P bərabərdir P plus, yəni 0 plus yazmıram. 1 bölü 1 vur 1, 1. S bərabərdir S plus, yəni 0 plus. I plus 1, yəni 2 bölünsün P. 2 böl 1, bu da 2-dən başlayır. Deməli, görürsünüz, S 2-dən başlanıb. Avtomatik B variantı, bu variant getdi. Yəni, 2-dən başlanırsa, növbəti 2 plus nəsə olmalıdır. Hələ ki, A ilə Y qalır əlimizdə. Y-nin bir dənə 2 qiymətini də yazaq. P bərabərdir P plus, yəni 1 plus 1 böl 2 olur burada. Deməli, 1 plus 1 böl i-dir də. 1 plus 1 böl 2. S də bərabər demək, S-in köhnə qiyməti 2 üstəgəl. I plus 1, yəni 2 plus 1, 3. 3 bölünsün, deməli 1 plus 2-də 1. O da hardadır? A variantındadır. Bir dəqiqə. 3 bölünsün olmalıdır. Burada 2 bölünsün yazıb. Yəni doğru cavabımız bəli A variantıdır. Deməli, gəldik 73-cü suala. Python dilində yazılmış proqramın yenə nəticəsini istəyir bizdən. Baxaq. Variantla gedək, əslində daha sürətli işləyək. Deməli, x dəyişəninin qiyməti 10-dur deyir. Əgər x ona bərabərsə, 10 ona bərabərdirmi? Bəli. O zaman y-in qiyməti 20 olsun. Və z bərabər olsun string x-a, yəni dırnaqda 10 plus bir dənə ortada boşluq plus dırnaqda 20-yə. Bu olacaq 10 boşluq 20. Hələ ki, bütün variantlarda 10 boşluq 20-dir. Sonra y bərabər olsun x vur 2-yə. Növbəti addımda, yəni z uca çap olundu və bu z-in qiymətidir. Z oldu, deməli, bunu da belə yazaq. 10 boşluq 20, printə getdi. Sonra y bərabər x vur 2. X 10 idi, 10 vur 2, y uca 20 oldu. Zaten 20 idi, yeni 20 oldu. Və if bitdi. Düşürəm. Y bərabər olsun 100-ə. Y-in artıq yeni qiyməti 100 oldu. 20 də atıldı. Deyir ki, z bərabər olsun string x. X onsuz 10 idi. Yəni dırnaqda 10. Üstəgəl bir dənə ortada boşluq. Üstəgəl string nədir bu? Y. O da 100. Deməli olacaq 10 boşluq 100. 10 boşluq 100. O da bəli A variant olur. Bizim doğru cavabımız. Yəni 10 boşluq 20. 10 boşluq 100. Rahat sualdır. A variantı doğru cavabdır. Gəldik 74-cü suala. Belə bir siyahı sualı görürük. Baxaq görək buradan nə baş verir. Variantı da götürək sürətli işləmək üçün. Deməli, aşağıdan başlayırıq. Belə bir A siyahısı var. For in range 0-dan Lena'ya AI bərabər olsun deyir. K AI-yə. Yəni, mən hər dəfə deməli elementi dəyişib yuxarıdan gəlinə bərabər eləyəcəm. Əsas deməli görək alt proqramın içərisində nə baş verir. Biz bura 13 ilə gəlsək, deyir ki, for in range 1-dən 13-ə qədər. Əgər B-yə bölünəndə 0 alınırsa, yəni sadə bölənləri sayılır burada. Baba, burada sadə bölənlər daha doğrusu sayılır. Və deyir ki, əgər bölənlərin sayı 2-yə bərabərdirsə, özünü qaytar. Deməli, 1-dən 13-ə qədər, yalnız yəni 1-ə və 13-ə bölünmək nə deməkdir? Ədədin sadə olmağı. Yəni, belə deyir ki, əgər ədəd sadədirsə, B-nin özünü, yəni ədədin özünü qaytar, əks halda bir vahid az. Aha, 13 sadədir, özünü qaytaracaq. 25 sadə deyil, bir vahid azını qaytaracaq. 24. 14 sadə deyil, bir vahid azlığını qaytaracaq. 13, 13, 24, 13-də bir dənə Y variantındadır. Hər ehtimal hamısına baxın. 17 sadədir, görürsünüz, özünü qaytarıb həqiqətən də. Sonra yenə 18 sadə deyil, bir vahid az 17-ni qaytarıb. 19 sadədir, özünü qaytarıb. 32 sadə deyil, bir vahid az. Burada cüzi bir səhv eləyib. Deməli, doğru cavabımız olacaq Y variantı 74-cü sualda.
Gəldik 75-ə. Əsası n olan say sistemində m və n-in ardıcıl rəqəmlər olduğu məlumdursa, m-in qiymətini müəyyən edin. Bir dəqiqə baxaq görək. Yazmayıb. Əsası n olan say sistemində m və n-in ardıcıl rəqəmlər olduğu. Yəni, məsəl üçün, n 8-lik say sistemindədirsə, n 8-lik say sistemindədirsə, n və n ardıcıl rəqəmlərdirsə, onda n məsələn ən böyük 7-dirsə, o 6 olacaq. Məsələn, 9 isə 8 olacaq. Okey. M-in qiymətini müəyyən edin. Deməli, 5m 4 enli say sistemində çıxılsın 4. Hə, bunu belə eləyəcəyik də, yoldaşlar. Bax, onsuz da eyni say sistemindədir. Deyir ki, 5m 4-dən 4m 5-i çıx. Düzdürmü? İndi mən burada, deməli 48 onluqda verib. 48 onluqda verib. Yaxşı. Deməli, burada n-dən 5 çıxanda, n həmin o say sisteminin ən böyük rəqəmidir. N-dən 5 çıxanda mən deyək, bu 6-lıq ola bilər, 7-lik, 8-lik, bəlkə ixtiyari bir rəqəm qoyub yoxlayaq, bizə düz verər. Məsəl üçün, gəlin belə eləyək də. Burada mən n-dən 5 çıxanda, ən böyükdən 5-i çıxanda, məsələn 8-lik olsa tutaq ki, n-dən 5 çıxsam 3 qalardı. Onda burada m-dən 1 azı qalacaqdı. Məsələn, m tutaq ki, daha doğrusu 7-dirsə 7-dən 5, 2. Bu 6-dırsa 6-dan məsələn 6, 6-dan 6, bu həmişə 0 qalacaq, bu heç. 5-dən 4, 1. Məsələn, belə bir vəziyyət olsaydı, 48 qalıb deyir onluqda. 8 qalıb onluqda. Ortada 0 varsa, ortada 0 varsa, 5-dən 4 çıxanda da həmişə 1 qalır. Bir dənə axırıncını bilmirəm də. 1, 0 nəsə, neçəliksə say sistemində. 48 olmaq üçün bu 8-lik say sistemi deməli ola bilməz. Çünki 8-in kvadratı 64 eləyir. 7-lik say sistemi də ola bilməz. Çünki 7-likdən mən bunu keçirəndə 7-nin kvadratı 49 eləyir. Ümumiyyətlə, bu 4-lük say sistemi də olmaz. 5-lik say sistemi də olmaz. Qaldı 6-lıq say sistemi. Baxaq görə həqiqətən düzdürmü? 6-lıq say sistemində düz verirmi? Deməli, 6-lıq say sistemində olacaq 5. Deməli, 6-lıq say sisteminin ən böyük 5-də bu 4-dür, bu 5-dir. Deməli, 5, 4, 5, mən burada n yazmışam bunun yerinə. Bu 4 imiş. Bir dəqiqə, onda səhv elədik. Düzdür, bunun yerinə m yazmışam. Bir dəqiqə, onda başdan baxmalıyıq. Ümumiyyətlə, bu deməli, m-in qiymətini soruşur, hə, bizdən. Yaxşı, bir dəqiqə səhv yazmışam. 5m4 çıxılsın. 4m5-dir. Deməli, 4-dən 5 çıxmaq onsuz da heç bir say sistemində olmayacaq. Gedib qonşudan götürüb nəsə çıxacaq 5-dən. Orada burada m-dən bir vahid az qalacaq. Yenə bundan bunu çıxmaq olmayacaq. Gedib qonşudan götürəndə burada 4 qalır. 4-dən 4, 0. Burada deməli nəsə 2 rəqəmli bir ədəd qalar. Hansısa, yəni x, y 2 rəqəmli bir ədəd qalacaq enlik say sistemində. Bu 48-ə bərabər olsun deyir. Deməli, bu dörtlük say sistemi ümumiyyətlə ola bilməz. Yəni, 4-ü mən ən böyük 9-a da vursam, bunlar da bir-birindən fərqlidirlər axı. Burada bu şəkildə almaq olmaz. Bir dəqiqə səbirli olun görüm. Buna sürətli biz necə baxsa ala bilərik. Deməli, orada qalan ədədi dəqiq olaraq bilmirik ki, onu yazaq. Əslində, üstünə yazıb keçirsək bəlkə alınar deyə. Gəlin, bu dəfə də üslü şəkildə yazılışı yoxlayaq. Deməli, 5m-i 4-lükdən, 5m-i 4-lükdən 4 enlikdən keçirəndə n üstü 0, 1. N üstü 1n, bu da olur n kvadratı. Bu da olur, deməli, 4m 5-i də keçirəndə n üstü 0, 1n, n kvadratı çıxılsın. Deməli, 5n kvadratı üstə gəl, deməli, n-m, üstə gəl 4 çıxılsın. 4n kvadratı, 4n kvadratı. Üstə gəl yenə n-m, deməli, üstə gəl 5. İndi bir dəqiqə. Bərabərsə, deməli, 48-ə. Deməli, 5n kvadratı ilə 4n kvadratı getdi. Burada qaldı n kvadratı. N-m. Orada bizim 2 n-m'imiz var, amma bu onu mənfiyə çevirir də. Bununla da bu getdi.
4, 5. Burada da qaldı 1. N kvadrata çıxılsın 1 bərabərsə 48-ə. Deməli, n kvadrat bərabərdir 49-a. N də bərabərdir 7-yə. Bəri başdan elə onluğa çevirmək lazım imiş. Mən dedim, bəlkə daha rahat qaydası olar. Doğru cavabımız olacaq Y variantı. Deməli, gəldik 76-cı suala. Doğru fikri müəyyən edin. Prosesor məlumatları kompüterdən xaric edən çıxış qurğusudur. Xeyr. Prosesor nə giriş, nə çıxış qurğusu deyil. Prosesor emal qurğusudur. Bir getdi buradan. Skaner çıxış qurğusudur. Xeyr. Skaner daxil etmə qurğusudur. Kağız üzərində olan məlumatların kompüterə daxil olunmasını təmin edir. 2 də getdi buradan. Lazer printerin çap sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə müəyyən edilir. Doğrudur demişdik ki, lazerlidə 1 dəqiqədə çap etdiyi səhifə sayı, matrislidə isə 1 saniyədə çap etdiyi simvol sayı. Prosesor məlumatları kompüterə daxil edən giriş qurğusudur. Dedik ki, prosesor emaldır. Klaviatura girişli düz. Doğru cavabımız 3 və 5. Yəni D variantı olacaq. Gəldik 77-ci suala. Deməli, high color və true color sistemdə kodlaşdırılmış iki fərqli qrafik təsvir birlikdə informasiya həcmi, yəni belə deyək, AB vurulsun 16 bit, bu A və AB vurulsun 24 bit. Bunların deyir ikisinin birlikdə informasiya həcmi, yəni toplayanda bərabər olub 120 megabayta. Bu təsvirlərdəki piksellərin sayının bərabər olduğunu bilərək, high colorda kodlaşdırılmış qrafik təsvirin informasiya həcmini müəyyən edin. Heç nə də buna bircə saniyə. Bu təsvirlərdəki piksellər sayının bərabər olduğunu bilərək, deməli, belə eləyək də, 16x plus 24x bərabərdirsə 120 vur 223-ə. Çünki niyə? Deməli, AB-yə bir dənə x qoydum ki, AB-ni tapaq, ondan sonra həcmi tapa bilərik. Düzdürmü? Deməli 16'mız burada var, 24'ümüz burada var. 40. 40x beraberdir 120 vur 223 bite çevirdim. X beraberdir 120 vur 223 böl 40 0 0 12 4 3 3 vur 223. Deməli bizim piksel sayımız 3 vur 223'dürsə, onun da haykalede həcmini tapanda, deməli AB-ni yerinə yazıram 3 vur 223, haykalede vurulsun 16'dır. Megabayta çevirəndə 223'ə bölürəm. 223'dən getdi 48. Deməli doğru cavabımız Bəli, Dadaş variantıdır. Deməli, gəldik 78-ci suala. Windows əməliyyat sistemində doğru olmayan fayl adını müəyyən edin. Deməli, baxaq. Burada cüt nöqtə var axı C variantında. Cüt nöqtə ola bilməz faylın adında. Sənsə yazmısan A variantında. A variantında nə problem var ki? Gəlin tez yadımıza salaq yoldaşlar. Bunu biz görün, yəni neçə dəfə demişik. Məsələn, faylın adında gəlin bir dənə cüt nöqtə qoyaq. Baxın, mənə siyahının hamısını yəni verir. Bir də deməmək üçün bunu sizə əyani şəkildə göstərdim. Yəni doğru cavabımız olacaq C variantı. Deməli, 79-da Endor məsələsidir, gözlənilən məsələ idi. Deməli, platforma nömrəsi 2-dən fərqli olanlar, bu fərqlidir işarəsi. Platforma nömrəsi 2-dən fərqli olanlar, burası bir məsələ var ki, bu mötərizə burada bağlanıb. Yəni, birinci or, sonra end yerinə yetiriləcək. Platforma nömrəsi 2-dən fərqli olanlar, bunu bir dənə nömrələyək ki, rahat işləyə bilək də. Bunu nömrəliyin də, bunu verəndə dəhşətləri. Deməli, olacaq 1, 3, 4, 5, bir də 8, 2-dən fərqli olanlar. Or, deməli, status gecikmədə olanlar, deməli, neçədir? 6 və 7. Bunu or eləyəndə 1, 3, 4, 5, 6, 7, 8. Daha sonra da deyir, bunu ənd elə dayanacaq n-lə bitənlər. Dayanacaq n-lə bitənlər 2-dir. Daha sonra 4'dür, 5'dir, 6'dır, 7'dir. 4'dür, 5'dir, 6, 7'dir. Ortaqlar, deməli 4 ortaqdır, 5 ortaqdır, 6, 7, 4, 5, 6, 7. Deməli 4 dənə yazılı sorğuya cavab verəcək. Doğrudur, doğru cavabımız olur A variantı. 80-ci sual, deməli, bunu da gözləyirdik gələcəyini. Hətta 100% bildiyimiz suallardır hamısı. Yəni öz abituriyentlərimdən danışıram. Deməli, mətn redaktorunda yanaşı bitişik yazılmış Python sözlərindən ibarət ifadədə bitişik sözlər, yəni neçə var bilmirik.
Kursor sonuncu Python sözündəki P hərfindən dərhal əvvəl dayanıb. Pythondan dərhal əvvəl dayanıb. Mətn üzərində aşağıdakı əmrlər adından ibarət alqının 3 dəfə delete düyməsi sıxılır. Delete bilirsiniz ki, kursordan sağdakı simvolu silir. 3 dənə simvolu buradan sildi. 3 dəfə sola ox klavişi sıxılanda, yəni belə çıxır ki, bundan qabaq da bir dənə Python sözü var idi da, özü demişdi, bitişik. 3 dəfə mən bunu sola keçirəndə, deməli kursor gəlir 1 bura, 2 bura, 3 bura. Deməli T ilə H-nın arasına mavi ilə göstərim, qarışmasın. Bu algoritm 20 dəfə icra olunduqdan sonra mətnin Python şəklinə düşdüyünü nəzərə alaraq ilkin ifadənin neçə Python sözündən ibarət olduğunu müəyyən edin. Hə, baxın yoldaşlar, bunu belə deyin də, belə baxın. Bunu görürsüz, bu əmrləri ardıcıl bir dəfə icra edəndən sonra mənim əlimdə bir dənə Python qaldı. Yəni 2 dənə Python sözündən bir dənə Python sözü qaldı. Deməli bir dəfə bunu icra edəndə 2 dənəsi yarıya düşürsə, 2 dənəsi yarıya düşürsə, 20 dəfə icra eləyəndə bu deməli 2-yə düşübsə, 2-yə düşübsə. Deməli əvvəl bir dəqiqə bir dəfə icra eləyəndə yarıya düşür, yarıya düşür. 20 dəfə icra eləyəndə 20 dəfə icra eləyəndə 20 dənəsi silinməli idi. 20 dənəsi silinib, deməli bir dəfə icra eləyəndə 2-dən biri silinir. Bir dəfə icra eləyəndə 2-dən biri silinir. 20 dəfə icra eləyəndə, 20 dəfə icra eləyəndə hər dəfə 2 dənə olduğunu nəzərə alsaq, 20 vur 2, 40 dənə ümumi söz olsa, 40 dənə ümumi söz olsa, mən bunu 20 dəfə icra eləsəm, 20 dənə Python sözü silinib, 20 dənə yerdə qalmalıdır. Belə çıxır ki, yox bir dəqiqə, hə, davamında demiş ki, 20 dəfə ardıcıl icra olunduqdan sonra Python sözü qalıb, hə. 20 dəfədə bu 20 dənə Python sözünü silir də. Bir dəfədə bir dənə Python sözünü silirsə, 20 dəfədə 20 dənə Python sözünü siləcək. 20 dənə Python sözünü siləcək. İlkin ifadənin neçə Python sözündən ibarət olduğunu müəyyən edin. Yox, cavablar kiçikdir axı. 2 dənə qalıbsa, bax, deməli, mən 2 dənə sözün üzərində işləsəm, bir dəfə onun biri gedir, bir dənə qalır. 20 dəfə işləsəm, 20 dənəsi gedəcək, 10 dənə qalacaqdır, amma 2 dənə qalır. Bir dəqiqə, 20 dəfə ardıcıl icra olunur. Bir dəqiqə, mən əslində bir addıma baxdım. Eyni şey olmur axı. Neçə addımdan sonra düşür, mən ona baxmalıydım. Çünki birini icra eləyəndən sonra, çox üzr istəyirəm, mən tələsdim. Birini icra eləyəndən sonra, hə, bəs ardıcıl ikincini icra eləyəndən sonra, birini icra eləyəndən sonra, deməli, burada P-Y-T qalırdı. Burada da home qalırdı. Python və kursor burada olurdu. İndi ikincini yeni icra eləyəndə P-nın əvvəlindən başlamıraq. Hə, çox üzr istəyirəm. Burada ehtiyatlı olmaq lazımdır onda. Deməli, bir də icra eləyə görə nə baş verir? 3 dəfə, deməli, yenə delete klavişi sıxılır. Deməli, 1, 2, 3, biri gəlir bura. Hə, onda belə çıxır ki, 2 əmirdən sonra əvvəlki vəziyyətə gəlirəm mən. Yəni, bu əmri 2 dəfə eləyəndən sonra, 2 dəfə eləyəndən sonra. Mən yenə P-yı T-dan başlayıram. P-yı T-dan başlayıram. P-yı T qalır mənim əlimdə. Axı, bundan sonra söz yoxdur, söz əvvəldədir. Keçib, bəli, yaxşı, belə deyək. Deməli, bu əmri 2 dəfə icra eləyəndən sonra mənim əlimdə bir dənə Python qalır. Deməli, 20 dəfə icra eləyəndən sonra əlimdə 10 dənə Python qalmalıydı, amma 2 dənə qalıb. Deməli, əvvəl 12 dənə imiş. Bəli, doğru cavabımız elə Bakı variantıdır. Yəni, baxmaq lazımdır ki, əvvəlki vəziyyətə nə vaxt gəlir. Yəni, ən başda biz P-nın əvvəlindən başlamışdıq axı. Əvvəlki vəziyyətə 2 əmr sonra gəlir. Yəni, 2 əmr sonra bu, görürsünüz, 2 əmr sonra, bir dənə Python sözü tam olaraq silinibdir. Yəni, 20 dəfədə əlimdə əslində, deməli, 10 dənə olmaydı, 2 dənə də burada var. Deməli, 12 dənə olub əvvəldən həqiqətən də. Yəni, doğru cavabımız, bəli, orada olacaq Bakı variantı. Yox, mən burada yazmadım, burada yazırdım. 80. Deməli, Bakı. Gəldik 81-ə. Gəldik 81. Açıqlara çatdıq. Deməli, informasiyanın təqdim olunma forması, informasiyanın xassəsi, informasiyanın növü.
Bunu da bu yaxından deyəndə əslində təzəcə sertifikasiya müəllimlərinin imtahanı olmuşdu. Sertifikasiya müəllimlərinin imtahanına düşmüşdü. Bu yaxından deyirəm, elə bilirəm uşaqlara işlətmişik, amma uşaqlara işlətdiyim sual deyil. Amma yəni dəfələrlə dediyimiz bir şeydir, birinci mövzudur. Deyim ki, burada çətin nəsə var, ağır nəsə var. İndi əsas məsələ görək, məsəl üçün bizim bu şagirdimiz bunu doğru yazır mı? Deməli, informasiyanın təqdim edilmə formaları hansılardır? Deməli, taktil infa, bir dəqiqə etibarlı o bir xətti, qrafik informasiya. Birə gedəcək, bəli, Y variantı. İnformasiyanın xassəsi obyektiv və etibarlı. 2-yə gedir B və C variantları. 2-yə gedir B və C variantları. Və informasiyanın növü də deməli taktil informasiya. Orada gedir A. 1Y, 2BC, 3A düz yazıb D variantımız. Deməli gəldik 200 neymiş ayol? 82. Buramı sual oxumaya çalışıram öz beynimdə. Deməli 256 səhifəlik bir sənədimiz var bizim. Hər səhifəsində x sayda simvol var və ASCII-də kodlaşdırılıbsa, bu eləcə 256 vur 1 bayt, yəni 256 bayt. Və hər səhifəsində, yəni 256 səhifənin hər səhifəsində də 4 vur 2 üstü 20 bitlik şəkil var. Şəkil var. Sənədin hər səhifəsində neçə simvol olduğu müəyyən edin. Burada, yəni yuxarıda daha doğrusu bir dənə vurulsun simvol sayı, vurulsun x simvolu yazacağım. X simvol. Aşağıdakını da megabayta çevireyim, ümumi həcmdən çıxacağım. Deməli, bu megabayta çevirəndə 2 üstü 23-ə bölürük. Deməli, 2 üstü 8 vur 2 üstü 2 vur 220. 222 ilə 223 gedir, aşağıda qalır 2, 2 üstü 7, 128. İndi baxın, deməli, bunun həcmi ilə bunun həcmi bir yerdə 129 olubsa, bu 128 isə bunun 1 megabayt qalır. Yəni 256 bayt vurulsun x simvol bərabərsə 1 megabayta, x bərabərdir 1 vurulsun 220, çünki bir baytlandır, bölünsün 2 üstü 8. Deməli, 2 üstü 20 bölü 2 üstü 8, 2 üstü 12, 4096. Sən nətər 8092 almısan bəs bala? Nəysə, görə bilmirəm. Doğru cavabımız olur 4096, yəni Y variantı. Əldə elədiyi görünür, amma niyə səhv yazılıb? 129, 129-u da tapıb oradan çıxıb, nəysə. Gəldik 83-cü suala. Dəfələrlə elədiyimiz sual qaymaq. Əgər proqramın icrası nəticəsində 81 ədədi çapdan çıxıbsa, S-in başlanğıc qiyməti 1-dir. Hər dəfə gördüyünüz kimi S-i 3-ə vura-vura gedir də. Yəni biz həmişə demişdik bu sualları icra eləməyə başlayanda ilk öncə dövr sayına baxmaq lazımdır ki, yəni görək bizim neçə dövrümüz olur. Ondan sonra işə qoyulmaq lazımdır. Yəni burada mənim ilk olaraq tapacağım yoldaşlar, deməli dövr sayının tapılmasıdır. Ona da hardan baxıram? Görürsüz, S-in çıxış qiymətini yəni bizə məziyə verməyib də. 81 çıxıbsa, hər dəfə 3-ə vurursa. Yazacağım S vur 3 üstü x bərabər 81-ə. Bu da 3 üstü 4 81-ə bərabər deyilmi? 9, 27, 81. Deməli, tapıram ki, mənim burada 4 dövrüm var. 4 dövrü qurduqdan sonra deməli, indi ucu n-dən işim qutardı. Daha doğrusu s-dən işim qutardı. S-i atıram, məndən əsas n-i istəyir. Deyirdim ucu n-ə dəqiq baxın. N-in üstə hər dəfə 17 gəlib. Deməli, n-in üstə hər dəfə 17 gəlibsə, 4 dəfə də dövr olubsa, deməli, 4 dəfə bunun üstünə 17 gəlib. Yəni, n-in sonuncu qiyməti olacaq n plus 68. Kiçik bərabərdirsə 272-dən, mən sizə həm kiçik, həm ən böyüklərin tapılmasını yazacağım ki, nə vaxtsa qarşınızda problem olmasın. Bir bərabərliyə bunu yox qoluna quracaq yoldaşlar. Yəni, bu artıq nə vaxt yox olur? Bu yox olsun, dövrdən çıxsın da. N üstə gəl 68, demək, kiçik bərabərdir inkarı böyükdür 272. Birini də quranda bir dövr aza qururuq, yəni 3 dövrə. Yəni 17, 3, 51. Orada da olacaq n üstə gəl 51, kiçik bərabərdir 272-nin hər qolu. Bizdən ən böyüyü istəyirsə buradan tapacağıq, amma həm ən böyüyü, həm ən kiçiyi sizin üçün yazdım. Deməli, bu tərəfdə alırıq 272, orada da var bizim, deməli, necə 68, 204. Deməli, n böyükdür 204 burada alırsınız. Burada da n kiçik bərabərdir. Hər qolu olduğu üçün, yəni bunun tərsinə çevirməyə ehtiyac yoxdur. İndi mənim abituriyentlərim tam olaraq əzbər bilirlər bu qaydanı. 221. Deməli, belə çıxır ki, 2 dənə bərabərlik aldım. N böyükdür 204, n kiçik bərabərdir 201. Deməli, 205-dən 221-ə qədər bütün qiymətlər də ödənir. Məndə də ən kiçiyə istəyirsə cavab olacaq 205.
Sənsə yazmısan 204. Yoxsa bu onun cavabı deyilmi bilmirəm. Deməli, doğru cavabımız olacaq 205. Dəqiqə 204'ü gördüm, şübhələndim. Çıxmada falan problem eləməmişik ki. 272 var orada. Orada da 68 var. En böyükdür 204 alırıq. 205 deməli doğru cavabımız. Gəldik 84-cü suala. Yenə and or not sorğuları, yəni gözlənilən bir sual idi. Yəni hətta 100% bilirdik ki, bu düşəcək. Deməli, baxaq. İlk öncə diaqramlar hər üçü bir-biri ilə kəsişir yoldaşlar. Demişdim ki, ilk olaraq əsas elə bir ki, sualın 90%, 90% deməyim, 70% burada həll olunur ki, siz diaqramları düzgün çəkməyi bacarasınız. Yəni hər üçü bir-biri ilə kəsişə bilər, kəsişməyə bilər, hər cür ola bilər. ANC, BNC 20-dir. Bura düşür 20. O zaman gəlirəm ANC. ANC, bax, bunu yazdım. Yazdıqlarımıza plus koyun. ANC bizdə olub 70. ANC 70 ise 20'si buradırsa 50'si qalır bura. Bu da getdi. BNC buradır. BNC 100'dürsə, onun 20'si buradadırsa 80'i qalır bura. Bu da getdi. Və deməli, təklərə hansına baxa bilərik? Bizə nə istəyir ümumiyyətlə? A and not B. Deməli, A and not B. A-nı kəsişdir, B-nin olmadığı bütün hissəni. Baba bizdən buranı istəyir. Yəni A and not B bizim bu hissəmizdir. Məsələn, A desəydi, A-nın hamısını götürəcəkdim, düzdürmü? Amma A and not B deyir. Buranı bilim ki, məndən buranı istəyir, ondan sonra işimi görüm. İndi deməli C-ni tək tapa bilərik. C ümumilikdə 400-dürsə, bunun deməli 50, 20, 70, 150'si buradadırsa, bura qalacaq 250. Deməli, gəlin belə eləyək. Burada bir dənə bizə, burada bir dənə də bizə nə verib? A-nı hələ tək 500-dürsə, 500-dürsə, buranı bilmirəm hələ. Bura bir Y atsam işləyə bilərəm amma üzərində. Prosta orada or verib. Bir dənə ora baxım nə verib? A or B or C. Bunu da bilə bilmərik. A or B or C. Bunu bilə bilmərik biz hələ. Amma belə bilə bilərik ki, deməli C-ni də bilmirik. Yaxşı, belə eləyək də. Bir dənə B-nin yerdə qalan yerini də yazaq. Deməli 700-dürsə, B ümumilikdə 700-dürsə, bunun 20, 80, 100'ü buradadırsa, 7, al, bura qalır 600 plus Y. Yəni 700 çıxılsın, 100 çıxılsın Y-dir də. 700 çıx, 100 çıx Y. Və qaldı bir dənə bu ha. A da ümumilikdə 500-dürsə, 500-dürsə, bura ümumilikdə 500-dürsə, 500 çıx 70 qalır orada. 500 sıx bir dəqiqə 70 qalır da orada, hə? 500 çıxılsın 70 qalır bizim əlimizdə. Bəli. 500 sıx 70, deməli 430. Burada olur 430 çıx Y. Bura plus yazmışam. Yəni plus nədir? Çıxılsın Y. Daha sonra indi hamısının cəmi məndə neçə verib? 1300 verib. Hamısını cəmləyib 1300-ə bərabər eləsəm, oradan Y-i tapacağam. Oradan da zaten bu tərəfi tapa bilərəm. Deməli, hamısını cəmləyək. 430 minus Y üstə gəl Y, üstə gəl 600 minus Y, üstə gəl 50 ilə 20, 70, 70 ilə 80, 150, bu da eləyir 400. Hamısı əgər bərabərsə 1300-ə. Bu Y-dan bu Y burada getdi. Burada qalıb mənim 430, 430, orada da 600'üm qalıb. 1030. 1030 plus orada da 400'üm var. 1430. Deməli 1430 çıxılsın Y bərabərsə 1300-ə. Düzdür? Buradan Y-ımı tapıram 130. Əgər mənim Y-ım 130-dursa, indi yoldaşlar, baxın, bura 130-dursa, mənim ümumilikdə A da 500-dürsə, mənə A and not B deyir. A-nı götür, bir dənə B-nin toxunduğu yerləri götürmə. Yəni buranı siləcəksiniz. Buranı siləcəksiniz. Bir dənə bu qalan hissəni də tapaq. Burada 430 çıxılsın Y deyən 430 çıxılsın 130. Burada 300'dür. Buranı tapanda olur 300. Deməli 300 burada B'nin toxunduğu hissələr çıxdım. 50 də burada deməli olacaq. 350 bizim doğru cavabımız 350. 320 tapır. 350 olacaq doğru cavabımız. Gedək növbəti suala. Gedək növbəti sual. Neçənci sual? 84. Azaltmışıq, gəldik 85-ə. Deməli, A dəyişəninin qiyməti neçə olar? Adi bir blok sxemdir. A dəyişəninin
Deməli, çıxış qiymətini soruşur bizdən. Hı. A mənfi 4, B 9. Nə qədər ki, A kiçikdir 4-dən həqiqi oluna gedəcək. A mənfi 4-dən başlayır, 2 artırsa, deməli olacaq mənfi 4 ilə girir birinci, mənfi 2, mənfi 2, 0, 2, 4 qiymətləri ilə girəcək. Burada da hər dəfə B bir vahid azalacaq. Yəni B olacaq 9, 7, 8, 7, 6, 5. Deməli A'nın 4, B'nin 5 qiyməti ilə aşağı düşəcəksiniz. Yox qoluna düşəcəksiniz. Yox qolunda da deyir ki, B bərabər olsun B minus 1-ə. Yəni 5 minus B 5 olmuşdu da, düzdür? B'ni 5 almışdı. 5 minus 1 4. A da bərabərdir A plus 2. O da 4 plus 2 6. Burada da nə qədər ki B birdən böyükdür deyir davam eləsin. Yəni B 4 olacaq, 3 olacaq, 2 olacaq, 1 də ucu qırılacaq. Onda A da 2 vayda artıb olacaq 6, 8, 10, 12. Ucu yoxlayanda B böyükdürmü birdən? Yox qoluna gedəcək və A'nın sonuncu 12 qiyməti çap olunacaq. Doğru cavabımız 12. Deməli, gəldik 86-ya. Ay Allah, bunun yarısı bu tərəfdə, bunun yarısı bu tərəfdədir. Yaxşı, bunu yəlimdən biz paint-ə ataq. Çünki cədvəllər arası əlaqədir. Belə görmək bizim üçün bayağı bir problem olacaq. Bircə saniyə səbirli olun. Yəni, hamısı eyni yerdə olsa, cədvəllər arası əlaqəmizi rahat quraq. Bu getsin buradan. Deməli, bunu tez buradan kəsdik. Atdıq bura. Bunu da, oy, burada deyil, buradadır. Yox, yuxarıdadır bu, Word-dədir, hə. Bunun da bu tərəfini də kəsək, ataq ora. İki cədvəllər arası əlaqəmizi qura bilək. Bunu da deməli, bunu da deməli. Paint buradadır. Atdıq bura, bunu qoyaq belə. İndi bizə nə deyir? Cədvəl arasında Mehtap Abbasov küçəsinin sakinləri cəmi neçə dəfə bu kitabxanadan Agatha Christie'nin müəllifi olduğu kitabı götürüb. Deməli, Mehdi Abbasov küçəsi lazımdır mənə. Mehdi Abbasov. Gəldim Mehdi Abbasov. Küçə buradır. Mehdi Abbasov küçəsi budur. A11. Mehdi Abbasov küçəsi budur. Başqa Mehdi Abbasov küçəsi yoxdur. Deməli, mənə lazımdır A11 və A22. İndi nə deyir? Agatha Christie lazımdır mənə. Buradan da Agatha Christie'yə baxaq ilk öncə. Agatha Christie 56-dır, 35-dir və 75-dir. 56, 35 və 75 Agatha Christie'dir. Bura gəlirəm. Mənə lazımdır 56, 35, 56, 56, 75, 75. Nə deyirdi? Cəmi neçə dəfə götürüb deyirdi. Baxaq birdən tarixlər eyni olmasın. Deməli, A11 ayrı-yükü olanları ayırıram. A11-dir, A11-dir, A22-dir, A22-dir. Bu Agatha Christie deyil də. Bu 87 Lev Tolstoydur. Bu getdi. Bu da bizə lazım olan, yəni Mehdi Abbasov deyil. Bu da getdi. Bu da Mehdi Abbasov deyil. Bu da getdi. Bu da Mehdi Abbasov deyil. Bu da getdi. Deməli, qaldı bunlar. Deməli, biri 15.01.2024-dür, biri 05.02 başqa tarixdir, 10.03 başqa tarixdir, 29.02 başqa tarix. Deməli, 1, 2, 3, 4 dənə, 4 dəfə daha doğrusu. Deməli, 4 dəfə fərqli vaxtlarda götürülüb. Doğru cavabımız olacaq 4. Bu da belə getdi. 4 doğru tapıb zaten. 64 simvollu əlifbada deməli bir simvolun həcmi 6 bitli sözləri sahib 6-ya vuracaq. Buqdur. 6 vur 4 24. 1-ə gedir C variantı. Həmçinin 24 bit 24 bit 3 bayt eləyir. 3 bayt eləyir. 1-ə gedir B variantı düz yazıb. Programming deməli D yazıb. Deməli orada 11 simvol var. De saymağa ehtiyac var mı? Yəni ki yoxdur. 11 vur 6 66. 2-yə gedir D variantı. 66 bit bayta gəlmir. Keyboard. Deməli 8 simvoldur. 8 vur 6 48 bit və yaxud da 48 bölü 8 6 bayt 3-ə də gedəcək. A və Y. 1 CB, 2D 3 A'yı olur bizim doğru cavabımız. Gəldik deməli 88-ci, yəni açıq sualımızda blok sxem qurmağa ehtiyacımız var deməli yoldaşlar. Aha. Deməli, iki dəfə bu elə bir nəsə tanışdır. Demin hansısa sınavında vay təzə işləmişik bir suallarla.
18 ya da 19 ya 20, yəni son günlərdə o üçün işləmişəm deyə yadımdadır. İşlətmişəm daha doğrusu. Deməli, klaviaturadan daxil etdiyimiz bir n ədəd var yoldaşlar. Yeni klaviaturadan daxil eləyirik və burada mənim deməli cəm dəyişənim üçün bir dənə s ehtiyac var. Sum başlanğıc qiymət 0. Və orada deməli bircə saniyə. Mənim bir dəyişənə ehtiyacım var. Yəni i dəyişəninə deyək də, i dəyişəninə ehtiyacım var ki, mən orada hər dəfə s onun üzərinə gəlim. Yaxşı. Deməli, bir dənə də i bərabərdir, bir dəyişəninə ehtiyac var. N də daxildirsə, burada deyirəm ki, nə qədər ki, i kiçik bərabərdir n-dən, get h qoluna. Deməli, H qolunda, baxaq burada bizim əsas burada düstur doğru yazmaqdır. S bərabərdir, deməli, S plus. Biz kvadratı daha böyük çəkə bilərdik, rahat yerləşdirmək üçün. Kvadrat neymiş? Belə düz bucaqlığını. Bucaqlığını biraz daha böyük çəkək, hesablama bloku. Deməli, 1 bölünsün 2. Aha, birinci növbədə. Burada bizim, mən orada fikir vermədim, bir dəfə mənfi, bir dəfə müsbətdir. Burada bizim bir dənə k dəyişəninə də ehtiyacımız var. Buna əlavə eləyək, fərz edin bunun içindədir k dəyişəninə və birinci müsbətdən başlayıb deyə müsbət 1. Sonra hər dəfə k-nı mənfi k eləyəcəm ki, birinci müsbətsə sonra mənfi olsun və s. Bu ardıcıllıqla getsin. Deməli, yazacağıq s bərabərdir s plus. Deməli 1 böl 2-dir də, düzdürmü? Deməli, i bölünsün. Əslində, düsturu özü mənfi 1 üstü n plus 1 verib. Yəni, promo n-dən də yazmaq olardı. Heç bir şey. Deməli, 1 bölünsün, yəni i bölünsün. Deməli, i-ni vurub orada 2-yə də, düzdür? 1-i 2-yə vurub 2-yə, sonra 2-ni 2-yə vurub, 2-yi 2-yə vurub. Deməli, i vurulsun 2, yəni orada da özü yazıb zaten 2n şəklində. Və bunu mən hər dəfə k-ya vurub sonra cəmləməliyəm. Hər dəfə k-ya vurub sonra cəmləməliyəm ki, deməli problem olmasın. Burada i bölünsün yox, üzr istəyirəm, 1 bölünsün olacaq. Çünki hər dəfə 1-i bölür də. Bir dəfə 1-i, bir dəfə 2-ni bölmür ki. Всё. Burada deməli daha sonra hər dəfə i-ni bir vahid artırmaq lazımdır və həmçinin deməli k bərabərdir, mənfi k yazmaq lazımdır. Bu bunun hə qolu, bu bunun yox qolu, yox qoluna da bir dənə s çapa vermək lazımdır. Baxın, bir qiymətində bir kiçik bərabərdir məndən hə 0 plus 1 böl deməli 2, o da müsbət 1-ə vurulur, hələ ki olur 1 böl 2. Sonra 1 böl 2-nin üstə 2 gələcək, i oldu 2, k oldu mənfi 1. Deməli, 1 bölünsün 2 vur 2. Yəni 1 vur 4, onda mənfi 1-ə vuranda uca mənfi. Yəni bu şəkildə ardıcıllığımız davam eləyəcək. Bunun üzərində hələ ki həlli yoxdur. Yəqin ki, yaza bilməyib 88-i və yaxud da bura köçürməyə vaxtı olmayıb. Gəldik, deməli 89-cu suala. Natural ədədlər ABC başlıqlı sütunlara aşağıdakı cədvəldəki kimi düzülmüşdür. Klaviaturadan daxil edilmiş natural A ədədinin bir kiçik bəbədə kiçik bölgü parçasını hansı sütun olduğunu müəyyən edən proqram. Bir dəqiqə, deməli 1, 2, 3. Deməli bir dəqiqə, A sütundakı rəqəmlər 1, 6, 7, 12-dir. 5 vahid artıb sonra 1 vahid, 5 vahid artıb sonra 1 vahid. B sütundakılar 2, 5, 8, 11. Deməli, burada konkret 300 arta gedib. C sütunundakılar da 3, 4, 9, 10 və s. 1 vahid, 5 vahid, 1 vahid, 5 vahid. İndi gəlin belə deyək də. Burada 5 vahid artma varsa, deməli, nəsə 5-dən böyük, nəsə ortaq bölünən mi deyim, nəsə tapmalıyıq. Bir dəqiqə, buradakılar hamısı 3-ə bölünürmü? Yox, bölünmür. 6-ya, 4-ə, yox, 5. Onsuz da orada 5-5 arta gedibsə, mən 5-ə qədər bölünmənin heç birinə baxa bilmərəm də. Onda deməli, nəsə 6-ya bölünməklə işləsək, düşünürəm, nəsə alına bilər. Bax, bu cədvəldəki ədədləri 6-ya böləndə 6-ya tam bölünür. Deməli, 1 və 7-ni 6-ya böləndə qalıqda 1 qalacaq. O birisilərdə isə onlar 6-ya bölünür. Aha. Deməli, belə deyək də, yoldaşlar. Bax, A sütununda olanlar 6-ya bölünənlərdir və yaxud da 6-ya bölünəndə qalıqda 1 qalanlardır, eləmi?
B sütunundakılar 6'ya bölünəndə bunu 6'ya böləndə 2, bunu böləndə 5, bunu böləndə 2, bunu böləndə 5. Buradakılar deməli, okey, okey, все. Buradakı 6'ya böləndə qalıqda 2 və yaxud da 5 ola bilər. Buradakı da 6'ya nəsə uyğun gəlirmi bir dəqiqə? 3-dürsə 3 qalır, 4 qalır. 9'da 3 qalır, 10'da 4 qalır. Onda bir dəqiqə. Biz bunu onda 3'ə də verə bilərik, hə? Belə çıxır ki, bircə saniyə. Bunu 3'ə böləndə qalıq ya 3'ə bölünür, ya da 3'ə böləndə qalıqda 1 düşür. Ya deməli 3'ə böləndə qalıqda 2, ya da 3'ə böləndə qalıqda 1 düşür. Çünki bunu 3'ə böləndə qalıqda 2, bunu böləndə 2 yox. Buradakıların hamısını 3'ə böləndə qalıqda 2 qalır. Buradakıların hamısını 3'ə böləndə qalıqda 2 qalır. Buradakıların ya 3'ə tam bölünür, ya da 3'ə böləndə qalıqda 1 qalır. Hə, onda belə deyək, belə deyək. Əslində 6 ilə də qurmaq olar. Nədir? 3 ilə də qurmaq olar. Yəni lap 6 ilə quraq. Deməli klaviaturadan A natural ədədi daxil eləyirəm. Deməli A bərabərdir int input. Əslində bir dəqiqə burada yığmayaq da, elə promoji edək, Python da yığaq. Prosta bu yazdığım mənim gərək əlimin altında olsun ki, mən bunu görə bilim. Yəni bu yazdığım gərək əlimin altında olsun. Bir dəqiqə səbirli olun. Bunu belə eləyək. Bu burada dursun. Deməli, birinci dedik ki, bir dəqiqə, səbr eləyin. Deməli, A ədədini klaviaturadan daxil eləyək. A bərabərdir int input daxil elədik. Deməli, daxil elədiyim ədəd əgər bu A dedik ki, 3-ə tam bölünəndə, 3-ə bölünəndə, 3-ə tam bölünürsə 6, 12 və ya amma bir dəqiqə 3-ə tam bölünənlər o tərəfdə də var. Yo, 3-lə işləyəməyəcəm. 3 ortaqdır. Baxın, belə versəm, yoldaşlar, belə versəm. Məsələn, 3-ə tam bölünəndə 0 alınsın da. Onda gedib bu 9'da da girəcək. Yox, elə ən yaxşısı 6 ilə işləmək. Çünki 6'ya ortaq yoxdur. Bir dənə baxın, deyirəm ki, ya 6'ya tam bölünsün, ya if A faiz 6 bərabərdir 0 or deməli faiz 6 bərabərdir 1. Deməli, baxaq, 6'ya ya tam bölünür, ya da qalıqda 1 qalır. Başqa elə bir sütunda ədəd yoxdur ki, ya 6'ya tam bölünsün, ya da qalıqda 1 qalsın. O zaman deyirəm ki, print A, yəni bura daxil olanlar olacaq A sütununda. Bu şərt ödənmirsə, amma 3 ilə verib eliflə də vermək olardı, heç bir şey. Bu şərt ödənmirsə, gəlsin ikinci if yoxlasın. İkinci ifdə deyirəm ki, əgər deməli A-nı 6'ya böləndə orada 2 və 5 alınır, hə? 3 alına bilərmi? 2 və 5. Yalnız 2 və 5 alınır. Deməli, burada da deyirəm ki, bir dəqiqə bunu buradan kopyalayaq, bunu buradan kopyalayaq. Ya deməli, A-nı 6'ya böləndə qalıqda 2 alınsın, ya da 5 alınsın. Hamısına uyğun gələcəkmi? Məsəl üçün, ən axırıncı qiymət bizdə 101'dir də, düzdürmü? Əgər mən 101'i 6'ya böləsi olsaydım, orada 16 dəfə olur, 96. 96, 101, 96, 5 qalır. Standart bəli, dəyişmir heç vaxt. Deməli, bu şərt ödənirsə, o zaman desin B sütunundadır. Əslində, biaqçını sildim, amma biaqçını da yəni if yazıb eliflə yaza bilərdim ki, yəni birinci şərt ödənməsə o birisi şərtə düşsün. Yox da sildim, amma sizin ağlınızda olsun, elə də yaza bilərsiniz. Və üçüncü şərtə deyir ki, deməli 3, 4, 9 qalıb. 6'ya böləndə qalıqda 3 düşür, orada da 4 düşür. 3 düşür, orada 4 düşür. Okey. Əgər burada da 3, 4 verəcəm. Burada da deyirəm ki, əgər 6'ya böləndə qalıqda 3 düşürsə və ya 6'ya böləndə qalıqda 4 düşürsə, o zaman da print C desin.
Prosta yəni o qədər sual varkən niyə bu qədər anlamsız bir sual saldılar? Yəni nə bilim. Deməli, baxaq bir dənə yoxlayaq. Deməli, məsəl üçün 1, 6, 7, 12. Bir dəfə 12 yoxlayaq, bir dəfə 11, bir dəfə 10. Mən iflərim niyə bu belə tərs monla kimi düzülüblər? Bunların yerlərini bir dənə düzəldik. Printin yerini düzəldək, printin yerini düzəldək. Bu da yaxşıdır. Deməli, məsələn, birinci 10-u yoxlayıram. 10 C sütunundadır. Yəni, baxaq, 10-da C idimi? Bəli, 10-da C-dir. Bir dəfə 12, 12 A verməlidir, 11 B. Bir dəfə 12-ni yoxlayaq. Deməli, bir dəfə 12-ni yoxlayaq A. Bir dəfə də 11-i yoxlayaq. Ay, bir yazdım. Arada birin düz verildiyinə görə də heç bir şey. Yəni, doğrudur. Zənnimizdə heç bir problem yoxdur. Yəni, belə bir sual gözləmirdim. Nəysə. Demək, gəldik 90-cı suala. Klaviaturadan daxil edilmiş sətirdə müxtəlif simvolların sayını çap edən. Klaviaturadan daxil edilmiş sətirdə müxtəlif simvolların sayını heç nə, min cürə yazmaq olar da. Yəni, bunu hər vasitə ilə düşünürəm yazmaq olar. Gəlin belə eləyək biz. Gəlin belə eləyək. Şimdi mən deyəsəm bunu yazdım. Axı fidan üçün atmışdım. Buralarda olmalıydı. Elə burada yazmışam. Elə burada yazmışam. Deməli, baxın, bunu fidan üçün hazırlayıb tez atmışdım. Deməli, S sətri daxil olunub, say plusdur. Burada bizə baxılan, yəni baxılan simvoldur ki, artıq o baxılan, yəni bunu necə deyək? Gəlin bir dənə bunu şərtində biz bura qoyaq. Baxın, yoldaşlar. Deməli bizim banan sətrimiz var, düzdürmü? Və mən orada say mütləq yəni ehtiyacım var say adında dəyişənə. Deməli bananda gedir bir-bir simvolları götürür. Və simvolları götürdükcə də mən deyirəm ki, get ora at da. Yəni məsələn B-ni uca yoxlayıb, düzdürmü? B-ni sayıb. Və B artıq baxlanın içərisinə getdi, atıldı. Yəni input kimi də atdı ora. B artıq bunun içindədir. Sonra A-nı götürdü. A orada B-nın baxlanın içində varmı? Xeyr. A-nı da atdı. Sonra növbəti N-nı götürdü. İndi baxın, növbəti baxlanın içi, elə bil ki, B A-nıya gəlib çatanda baxlanın içi bu vəziyyətdədir. Növbəti A-nı götürəndə deyəcək ki, if symbol not it baxlan. Yəni A hərfi baxlanın içerisində yoxdursa deyir də əlavə elə say. Var əlavə eləmir, o birisini də əlavə eləmir, ona görə verir 3. Yəni bu şəkildə bizim doğru və rahat bir proqramımızdır. Məsələn, banana baxıraq, verdi 3. Məsələn, deyək, termometr verib orada. Termometrə baxırıq, var, verdi 5. Всё, bu qədər. Deyim ki, suallar çox da çətin idi, yox. Sadəcə bir dənə 89-cu sual mənə nəsə anlamsız gəldi. Heç bir şey bu qədər. Bu da sizin izahlarınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər cavabları kimsə çıxarsa, hazır versiyada mənə şəxsiyə atar, zəhmət olmasa. Son olaraq videomu like etməyi və kanala abunə olmağı xahiş edirəm. Unutmayın. Nəsə sualınız olsa və yaxud da probleminiz olsa şərh bölməsinə qeyd edə bilərsiniz. Çox sağ olun izlədiyiniz üçün.